Qərbi Azərbaycan icmasının Xəzər rayon nümayəndəliyinin yeni ofisinin açılış mərasimi keçirilib. Tədbirdən əvvəl Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov, Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri millət vəkili Əziz Ələkbərli, icmanın qəyyumlar şurasının sədri Mürvət Həsənli, rayon ictimaiyyətinin nümayəndələri və icma üzvləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Qərbi Azərbaycan icmasının Xəzər rayon nümayəndəliyinin ofisinin açılışı baş tutub. İcma rəhbərliyi və üzvlər yeni məkanda yaradılan şəraitlə tanış olublar. Qərbi Azərbaycan icmasının Xəzər rayonu üzrə nümayəndəsi Alı Aliyev qonaqları salamlayaraq yeni ofisin fəaliyyətə başlamasının icma üzvləri üçün mühüm hadisə olduğunu qeyd edib. O, nümayəndəliyin qarşısında duran əsas vəzifələr, fəaliyyət istiqamətləri və planlaşdırılan layihələr haqqında məlumat verib. Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri millət vəkili Əziz Ələkbərli çıxışında Xəzər rayon nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. O vurğulayıb ki, Qərbi Azərbaycan icmasının əsas məqsədi soydaşlarımız arasında birliyi möhkəmləndirmək, milli yaddaşın qorunmasına və Qərbi Azərbaycana qayıdış ideyasının təbliğinə töhfə verməkdir. Yeni ofisin açılışı bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biridir. İcmanın qəyyumlar şurasının sədri Mürvət Həsənli də çıxışında Xəzər rayon nümayəndəliyinin təşəbbüslərini yüksək qiymətləndirərək bildirib ki, yeni ofis icma üzvlərinin bir araya gəlməsi, ictimai fəaliyyətin koordinasiyası və həmrəyliyin gücləndirilməsi baxımından böyük önəm daşıyır. Eyni gün oktyabrın 4-də Şağan Olimpiya İdman Mərkəzində Qərbi Azərbaycan icmasının və Xəzər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 24 dekabr Respublika Prezidentinin doğum gününə həsr olunmuş məktəblilər arasında mini futbol turnirinin açılış mərasimi keçirilib. Tədbirdə Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov, Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri millət vəkili Əziz Ələkbərli, Azərbaycan futbolunun veteranı İskəndər Cavadov, rayon ictimaiyyəti, məktəblilər və media nümayəndələri iştirak ediblər. Tədbiri Qərbi Azərbaycan icmasının Xəzər rayon nümayəndəsi Alı Aliyev açıq elan edib və iştirakçıları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rəsmi hissədə çıxış edən Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov, Qərbi Azərbaycan icması idarə heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan icmasının Xəzər rayon nümayəndəsi Alı Aliyev gənclərin fiziki və mənəvi inkişafında idmanın xüsusilə futbolun rolunu vurğulayıb, məktəblilərə turnirdə uğurlar arzulayıblar. Bugünkü tədbirimiz Qərbi Azərbaycan icmasının Xəzər rayon nümayəndəliyi ilə Xəzər rayon icra hakimiyyətinin birgə təşkil elədiyi mini futbol çempionatına həsr olunub. Bu çempionat Xəzər rayonunun 25 məktəbi arasında keçirilən bir çempionatdır. Qərbi Azərbaycan icması bundan əvvəl də mini futbol üzrə çempionatlar keçiribdir. İlk belə bir çempionatımız keçən il Qərbi Azərbaycanın 22 rayonu üzrə keçirildi. Növbəti ildə artıq 19 rayon üzrə belə bir çempionat keçirildi və icmamızın mini futbol üzrə çempionat keçirmək təcrübəsi var. Amma bugünkü tədbir rayon nümayəndəliklərimiz arasında ilk tədbirdir və bu tədbir hesab edirik ki, həm idmanımıza töhfə verəcəkdir, həm də Qərbi Azərbaycana qayıdış ideyasının təbliği istiqamətində irəliyə atılmış növbəti bir addımdır. Xəzər rayonunda yerləşən 24 dənə məktəb iştirak edir. Kubok adı 24 dekabrdır. Nə üçün 24 dekabr? Hamıya bəllidir ki, 24 dekabr mən elə hesab edirəm, tarixi bir gündür. Bu günü biz gənclərə unutturmamalıyıq. Bizim Ali Baş Komandanımız İlham Əliyevin doğum günü və Qərbi Azərbaycan icmasının da ölkəyə elan olunma günü, onun da doğum günü hesab edirik. Ona görə də biz bu günü əbədələşdirmək üçün, yadlarda qalması üçün və gənc nəsil bu tarixi bilməsi üçün belə bir
mini futbol turniri təşkil elədik. Rəsmi hissə başa çatdıqdan sonra 156 və 136 nömrəli məktəblərin komandaları arasında oyun başlayıb. Beləliklə 24 dekabr Respublika Prezidentinin doğum gününə həsr olunmuş mini futbol turnirinə rəsmi şəkildə start verilib. Yarış gənclər arasında sağlam rəqabət, dostluq və birlik ruhunda keçib. Mən Qafan rayonundanam, amma oranı görməsəm də inşallah bir gün ora getməyimi istəyərdim. Qərbi Azərbaycan bizim ümumi ideyamızdır. Necə Qarabağa qayıtmışıqsa, Qərbi Azərbaycanımıza da elə qayıdaq və belə bir turniri təşkil etdikləri üçün hər birinə təşəkkür edirik. İnşallah belə turnirlər tez-tez olar və Qərbi Azərbaycana tezliklə qayıdarıq. Qeyd edək ki, Qərbi Azərbaycan icmasının Xəzər rayon nümayəndəliyi və Xəzər rayon icra hakimiyyətinin birgə təşkil etdiyi mini futbol yarışı Xəzər rayonunun 25 məktəbini əhatə edəcək. Turnirə dekabrın 20-sində yekun vurulacaq.